Əziz bircələr, hamınızı xoş gördük növbəti dərs videomuzda. Bu dəfə sizə Azərbaycan tarixindən növbəti dərsimiz olan erkən dövlətlər və Manna dövlətinin dərsini izah edirəm. Artıq mən də başlamışam dostlar, hər videonun girişində o birisi müəllimlər kimi özümü reklam eləməyə. Görürəm ki, özümü reklam eləmirəm deyin, çörək yoxdur ma. Mən də qərara gəldim ki, artıq mən də özümü reklam eləyim. Əgər bizim qruplarımıza qoşulmaq istəyirsinizsə, aşağıda qeyd olunmuş nömrələrlə əlaqə saxlaya bilərsiniz. Qoşulmaq istəmirsinizsə, videoya baxın, gedin adda məndən səhv tutun. Amma videonu bəyənin, şərh yazın dostlar, səhv tutsaz da, nəyə lazımdır bilmirəm, amma hamı deyir, mən də demək istəyirəm ki, qoy mən də elə, istəyirəm ki, mən də məşhur olum, mən də hamı tanısın, keçək dərsimizə. Deməli, bu erkən dövlət qurumlarına danışanda Azərbaycanda müxtəlif tayfalar yaşayır. Birinci səhifədə o tayfaların adları qeyd olunubdur təzə kitabda. Hansı tayfalar yaşayırdı? Qulaq asırıq dəyərli dostlar. Bu tayfalar, məsəl üçün, şimalda, cənubda yaşayan tayfaları ümumi qarışıq halda veriblər. Birinci, məsəl üçün, orada aşağıda qeyd olunub Kaspikadüsü tayfaları. Kaspikadüsü tayfaları həm şimalda, həm cənubda Xəzər dövrəsində yaşayırdılar. İndi Azərbaycanda yaşayan talışlar, talış millətinə olanlar iddia edirlər ki, biz Kadüsü tayfalarının törəmələriyik. Kitabda da səhv eləmirəmsə Axund dövləti dərsinin içərisində belə bir yanaşma var ki, Axundlar Kadüsü tayfalarının davamçılarıdır. Azərbaycanda da var onlardan Abdallar zadlar. Nəsə belə kim nə kefinə uyğun gəlirsə iddia eləyir. Digər tayfalar hansılardır? İndi Cənub Azərbaycanın xəritəsi olmadığı üçün mən xəritə asmamışam. Onun yerinə nəsə yazmaq lazım olanda yazmağa üstünlük verəcəm. Məsəl üçün, birinci danışaq Lulubi tayfalarından. Tayfa formasında bunlar Azərbaycanda cənubda, yəni Cənub Azərbaycan ərazisində Urmiya gölünün cənub-şərq ətəklərində yaşayırdılar. Həmin ərazidə eyni zamanda Su tayfaları, Turukki tayfaları yaşayırdı. Urmiya gölünün qərb ərazilərində yaşayan tayfalar isə Kuti tayfaları idi. Yəni, burada elə çox ətraflı məlumat yoxdur. İndi keçək əsas lazım. Orada bir dənə cümlə var. Bəyəndim bu cümləni. Cümlədə deyir ki, Azərbaycanda birinci səhifənin dərsinin sonuncu cümləsi olmalıdır, ya da ki, o birisi səhifənin sonuncu, isə sonuncu cümlədir o. Deyir, Azərbaycanda yaşayan tayfalar ümumi mədəniyyətə sahib idilər. Eyni dildə, eyni dilin müxtəlif ləhcələrində danışırdılar və eyni tanrılara sitayiş edirdilər. Bu miq cümləsidir. Yəni, bu sizə miqdə nə kimi düşə bilər? İndi video üçün deyirəm bunu. Azərbaycanda yaşayan tayfalar müxtəlif mədəniyyətlərə sahib idilər, müxtəlif dillərdə danışırdılar, müxtəlif tanrılara sitayiş edirlər. Bir dənə orada eyni sözünü çıxardıb yenə müxtəlif qoysan, səhv olur. Yəni, onu bilmirəm, sizə inanmıram düşə, amma yenə də deyirəm də. Hə. Ümumiyyətlə, Azərbaycan tayfaları 3-2-ci minliklərdə, bugünkü dərsimizdə də bu erkən Tunc dövrünə danışanda da dedik ki, orada erkən Tunc dövründən etibarən artıq tayfalar, orta Tunc dövründə tayfa ittifaqları və sair genişlənir, əmlak bərabərsizliyi dərinləşir, tayfalar arasında çəkişmələr olur, iri tayfalar, xırda tayfaları öz nəzarətinə keçirilir və sair kimi hadisələr baş verir. Və bunun axırı gəlir çıxır bizə 3-cü minilliyin birinci yarısında Azərbaycanda ilk erkən dövlət olan Arratda meydana gəlir. Arratda dövlət qurumunun yarandığı dövrdə, bunu sual kimi verirəm, elə də soruşacağım. Avropada nə baş vermişdi deyə soruşsam, siz deyəsiniz ki, Kritdə ilk sinifli cəmiyyət meydana gəlmişdi. 3-cü minilliyin birinci yarısı. Arratda da birinci, onu deyək ki, Arratdan paytaxtı da Arratda şəhəri idi. Urmiya gölünün cənub-şərqində yerləşirdi. Arrat haqqında ən dolğun məlumatları biz Şumer mənbələrindən əldə edirik. Burada deməli Merkar nə idi? Onun dastanında və Arrat hökmdarı adlı dastan var. O dastanda Arrat hökmdarı adla xüsusi qeyd edilib ki, biz bunlarla dalaşdıq, həm sülh elədik, kömək elədik filan. Yəni ətrafda hətta deyir orada Şumer hökmdarlarından biri Arratdaya səfər edilib müxtəlif dövrdə. Arratda hökmdarları, Arratda ümumiyyətlə hakimiyyət daha çox irsi keçirdi. Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Bəli, ola bilər. Ağsaqqallar Şurası fəaliyyət göstərirdi, hökmdar hakimiyyəti var idi. Təsərrüfatda əkinçilik, maldarlıq daha çox inkişaf eləmişdi. Bunlar Şumerlərdən nə alırdılar? Taxıl alırdılar daha çox. Şumerlər bunlardan nə alırdılar? Lacivərd, qızıl, gümüş, bu kimi şeylər. Bunların özündə də dəmiyə əkinçiliyi xüsusi inkişaf eləmişdi. Dəmiyə əkinçiliyi nədir? Onu da izahda deyirəm bir dəfə. Məsələn, əkinçiliyi coğrafiyada keçirlər əslində onu ikinci qruplar. Əkinçiliyin 2 dənə növü var. Bunu mən sonralar öyrənmişəm. Keçən və dedim elə bunu da sənə.
Dəmiyə əkinçiliyi, yəni təbiət tərəfindən suvarılan əkinçilikdir. Bunu demişəm də uzatmıram. Burada dəmiyə əkinçiliyi daha çox inkişaf eləmişdi. Eyni zamanda quraqlıq olduqda deyir, bunlar Arratdadan mal alırdılar. Bunlarda Arratdada deməli müxtəlif dediyim kimi tanrılara sitayiş vardı. Bu çox tanrılıq olduğunu göstərir. Əsas 2 dənə inanın adı, bir də Lamadır. Lama Arratdanın mühafizəkarı hesab olunur. Lama, yox keçəni var idi. Var. Demirdi, prosto lazımsız, deyilmirdi. İndi də bəlkə də lazımsız. Prosto mən işimi ehtimal almıram da, deyirəm ki, qoy nə deyirəmsə olsun. Sonra Arratdada hökmdar Ensi rütbəsini daşıyırdı, Ensi adlanırdı. Baş şahin Maşmaş adlanırdı. Bu lazımlı cümlədə düşür. Arratdada ən çox bizə lazım olan bir orada Şumerlərlə əlaqələrlə olmasıdır. Bu Ağsaqqallar Şurasının fəaliyyət göstərməsidir. Bir Maşmaşın adıdır, bir də çox tanrılıq tanrıların adı ehtimalən lazım ola bilər. Arratdan biraz uzadıblar, düzdür. Arratdan biraz genişləndiriblər. Sonra təsərrüfat həyatıdır, şəhər mədəniyyətidir. Şumerlərlə əlaqədir, ümumilikdə danışdım. Bunların ustaları məsələsi də var. Lullubilərlə də oxşar xüsusiyyətdir. Bu Şumerlərə ustalar göndərdilər. Bu ustalar yaxşı, nə bilim, memarlıq tikililəri inşa edirdilər deyə Şumerlərə göndərdilər. Lullubilərdə də eyni şey var idi və Arratda dövlət qurumu sonra süqut eləyir və onun süqutundan sonra Azərbaycanda bir müddətli yenə boşluq olur. Bu boşluqdan istifadə edən müxtəlif tayfalar güclənir və tayfa ittifaqı yaradırlar. Məsələn, bu tayfalardan biri hansı idi? Lullubi tayfaları idi. Lullubi tayfaları mövzusunda, yəni daha sonraki dövr Lullubi dövlət qurumunda 3-cü min ikinci yarısında yaranmışdı. Hökmdarı padşahlar padşahı adlanırdı. Əvvəlki kitabda bizə deyir ki, İmmaşqun yaratmışdı. Bu kitabda amma bizə deyir ki, İmmaşqun dövründə özü padşahlar padşahı adlamış, xırda vilayətləri tabe eləmişdi. Yəni o cümləni çıxardıblar artıq ki, İmmaşqun bu dövləti yaradıb, yoxsa yox. Amma yəni ehtimaldan yadımızda saxlayırıq da, çünki biz 24 testlərini işləyəndə bizə lazım olacaq bu. Eyni zamanda ən qüdrətli hökmdarı Anubanidir. Anubaninin dövründə ərazisi genişləndirib. Bunların öz sərhədləri Diyala çayına qədərdir. Anubaninin dövründə ərazisi biraz da genişləndirilib. Və bir maraqlı nöqtə odur ki, Anubaninin dövründə deyir Şumerlərlə əlaqənin nəticəsində buna deməli Mixi əlifba ilə Akkad dilində kitaba qoyulub. Və bu haqqında Şumerlə məlumat almağımız Anubani haqqında oxşardı Aşurlarla, oxşardı Kutilərlə, oxşardı Turukkilərlə. Yəni elə bu dərsimizin içərisində olan hamısının haqqında biz ilkin məlumatları Şumer mənbələrindən alırıq. Belə bir formada düşə bilər bizə. Lullubilər haqqında mən sizə indi axırda bir dənə məsələni qeyd edəcəm, amma burada da bir ümumi danışmaq istəyirəm. Baxın, bu Lullubi dövlət qurumundan danışanda biz orada Akkadların adını çəkirik. Belə ki, Akkadlar köhnə kitabda daha ətraflı yazılmışdı. Burada bu hissəni biraz qısaldıblar. Deyir, Akkad dövlət qurumu Lullubilərin ərazisinə tez-tez yürüşlər eləyirdi. Ərazisini genişləndirən dövrdə. İndi Lullubilərdə onun yürüşünə qarşı müqavimət göstərdilər. Köhnə kitabda daha ətraflı yazılmışdı. Bu eyb yox, deyim də. Hətta deyir, orada 3 dəfə hücum eləmişdi, 3-ünü dəf eləmişdi. Sonra bir neçə... 3-ü də vardı. 3-ünü dəf eləyir. Birində uğur qazanır. Onu çıxardıblar, yəni o yoxdur. Bizə lazım olan budur. Nəyə qeyd eləmək istəyirəm mən? Baxın, Lullubi dərsinin içərisində Akkadın yürüşünə məruz qalmasını qeyd edir. Bax, burada mən sizə nəyə xəttliyim? Bax, burada Lullubi olsun. Burada Kuti olsun. İstəyirsən qeyd elə, istəyirsən qeyd eləmə. Əsas yəni, onsuz da videoda var, gedib baxsan kifayət eləyir. Baxın, bu ikisinin oxşar xüsusiyyəti odur ki, bu ikisi Akkadla mübarizə aparıb. Baxın, ifadələrimə fikir verin, mübarizə aparıb. Və mən niyə bunu vurğulayaraq deyirəm? Çünki sualda deyə bilər ki, məsəl üçün, Lullubilər Akkadın yürüşünə məruz qalıb. Bu düz. Sana deyə bilər ki, Lullubi və Kuti dövlət qurumunun oxşar xüsusiyyətidir. Akkadın yürüşünə məruz qalması. Bu səhvdir. Yox. Bu nəyə görə səhvdir? Çünki Kutilər yürüşünə məruz qalmayıb. Kuti yürüş eləyib. Ona görə səhvdir. Bax, bu ikisinin oxşar xüsusiyyəti Akkadla mübarizə aparmasıdır. Sevinç xanım, qulaqsınız? Qulaq asın. Akkadla mübarizə bu ikisinin oxşar xüsusiyyətidir. Amma Akkadın yürüşünə məruz qalma Lullubiyə aiddir. Akkada yürüş eləmək isə Kutiyə aiddir. Lullubi dövlət qurumunu
Dedim, bayaq onu dedim, eyb yox, bir dəfə də qeyd edirəm. Hökmdarın padşahlar padşah adlanması, Ağsaqqallar Şurasının mövcud olması, yenə də Şumerlərlə, bəli, indi Anubani haqqında deyəcəm onu. Şumerlərlə yenə bunların arasında əlaqə var idi. Bu istər usta məsələsi olsun, istər ticarət olsun və bu ikisinin yenə oxşar xüsusiyyətlərindən biri Şumer şəhər dövlətlərindən həm əlaqəsinin olması, həm Mesopotamiyanın təsirinə məruz qalması. Elə ümumiyyətlə Azərbaycanın cənubunda dövlətlərin, erkən dövlətlərin daha tez orada yaranmasının səbəbi həmin ərazinin Mesopotamiyaya yaxın olması idi. Onun təsiri nəticəsində burada da dövlətlər meydana gəlmişdi. Bayaq onu qeyd etmişdim. Əslində bir dəfə də ümumi qeyd edim ki, bu Anubani haqqında kitabədə bizə məlumat verilmişdi. Onun uğurları haqqında geniş məlumat verilmişdi. Məncə Kutilərdə də ki, Kutilər lap köhnə kitablarda bizə deyirlər ki, Kutilər adlanır dağ əjdahaları. Sonra bunu çıxartdılar. İndi bunu təzədən əlavə ediblər. Kutilər adlanırdı dağ əjdahaları. Kutilər, onu deyim ki, bu ikisinin oxşar xüsusiyyətlərindən biri 3-cü minilliyin sonunda dövlət qurumlarının dağılmasıdır və hər ikisi 3-cü minilliyin ikinci yarısında dövlət qurumu yaratmışlar. 3-cü minilliyin birinci yarısında yox ha, 3-cü minilliyin ikinci yarısında yaratmışlar. İndi bu da Kutilərdə eyni zamanda Urmiya gölünün qərb tərəfində yaratmışlar. Onların hətta ən qüdrətli dövründə sərhədləri gedib İran körfəzinə qədər çatmışdı. Məlumat üçün deyim ki, bu İran körfəzinin bir neçə adı var. Buna Bəsirə körfəzi də deyirlər, Fars körfəzi də deyirlər, Hörmüz körfəzi də deyirlər, İran körfəzi deyirlər, bir dənəsi də vardı. Bir yerdə desən Kəngərli körfəzdə eşitmişdim mən. Yəni bunların hamısı eyni yerdir. Hə. Bunların sərhədləri deyir oradan genişlənmişdi. Kutilər Akkad dövlətinin hücumuna məruz qalmayıb, bir daha qeyd edirəm. Üzərinə hücum edib. Hətta bu hücumun nəticəsində eradan əvvəl 22-ci əsrdə Kuti hökmdarı Akkad dövlətinin varlığına son qoymuşlar və ondan sonra təqribi 100 ilə qədər bunlar Mesopotamiyanı idarə edirlər. Burada bir şey var. Köhnə kitabda bunların hökmdarlarının Lişir piri var idi. Hə, amma onu çıxardıblar təzə kitabdan. Var. Görməmişəm mən. 25-26-da Lişir pirini görməmişəm. Burada da yoxdur yəni. Burada amma Trikanın adı var. İndi ondan növbəti gəlində danışacağam. Hə, Kutilərin bəs Mesopotamiyadakı ağalıq dövründə nə baş verir? Səhv eləmirəmsə, bu Kutilərin dövründə idi. Orada səhv eləmirəmsə, ya Lubilərdə ya Kutilərdə onu dumanlı xatırlayıram. Orada Ağsaqqallar Şurasının vəziyyəti ilə bağlı iki fikir bildirmişdilər. Bir deyir orada 6-cı sinif kitabına əsasən olan fikirdir. Bir 10-cu sinif kitabına əsasən olan fikirdir. Bu fikir onda Lubilərin içindədir o Ağsaqqallar Şurası. Hə? Aratdadadır o. Hə, onda o bayaq deyəcəydim, indi yadıma düşdü. Bu məsələ bilirsiniz o qədər önəmli məsələ deyil. Nəyə görə? Əgər kitablar arasında təzad varsa, o sizə düşməyəcək. Yəni orada məsəl üçün kitabın birində deyir ki, məclis Ağsaqqallar Şurası birbaşa hökmdara tabedir. Hökmdar özü qərar qəbul edirdi. Birində də deyir ki, məclisdə qərar qəbul olunurdu, ondan sonra qüvvəyə minirdi. Yəni bu iki dənə kitab arasında təzad var. Elə şey heç vaxt imtahana düşmür. Yəni ondan rahat olun. Düşsə, apellyasiya verib balımızı götürürük. Çünki kitablar arasında təzad varsa, bir məsələ haqqında iki fikir varsa, onu imtahana sala bilməzdir. Özlərinin problemidir. Gedin nətər həll edirsiniz, elin, mənə dəxli yoxdur. Kutilərdən danışırdım. Kutilərin Mesopotamiyadakı dövründən danışacaqdım. Hə, dedik ki, 100 il müddətində ağalıq elədilər, orada güclü dəyişiklik eləmədilər, canişini sistemi yaratmışlar. Canişini sistemi yaratması Misirlə oxşar xüsusiyyət, İran ilə oxşar xüsusiyyət ola bilər, Əhəmənilərlə oxşar xüsusiyyət ola bilər. Bunlar canişini sistemi, orada maraqlıdır, baxın. Deyir, orada hakimiyyət irsi yox, seçki yolu ilə keçirdi. Bax, o önəmli cümlədir və canişinləri daha çox yerlilərdən təyin edirlər. Əslində, bu müəyyən qədər mənfi bir şeydir, hansı ki, bunun nəticəsində Kutilərin Mesopotamiyada hakimiyyəti güclənmədi. Onlar öz sərbəstliyin qorudular, daxili müstəqilliyin qorudular, ticarət inkişaf elədi, xarici hücumlardan xilas oldular və s. Yəni, Kutilər belə boşluq yaratmışdılar deyə, hələ boşluq yaradıb 100 il hakimiyyəti oldular da, boşluq yaratmışlar deyə, deməli, Trikanın dövründə üsyan baş verir ona qarşı, Trikan devrilir və Kutilərin orada hakimiyyətinə son qoyulur. Eyni zamanda Urmiya gölü ətrafında da Kutilərin hakimiyyəti deyir, zəifləyir və nəticədə 3-cü minilliyin sonunda Kuti dövlət qurumunda süqut edir. İndi baxın, ən önəmli hissə budur. Ən çox burada səhvə yol verirsiniz. Diqqətlə qulaq asın. Deyir ki, 3-cü minilliyin sonlarında, bax, köhnə kitabda cümlə bu formadaydı. Keçən izahda da bunu vurğulamışdım, amma yenə səhvə yol verirdiniz. Deyir, 3-cü minilliyin sonlarında uluğlu bir dövlət qurumunun dağılması nəticəsində cümlə qutardı, bax. 2-ci minilliyin əvvəllərində Turruqqilər güclənir və tayfa ittifaqını yaradırlar. Hə, siz də həmişə götürdünüz onu 3-cü minilliyin sonu. Amma bu səhvdir. Sadəcə sənə bir tələ kimi verir. Deyir ki, bax, uluğlu bir dövlət qurumu 3-cü minilliyin sonunda dağıldı. Ondan sonraki dövrdə, yəni eradan əvvəl 2-ci minilliyin əvvəlində Turruqqilər gücləndi.
Yəni sənə Turukkilərin güclənib tayfa ittifaqı yaratmasının zamanını soruşsa, 2-ci minillik götürəsən. 3-cü minillikdə sənə başqa hadisədən məlumat verir. Sənə demirəm bu 3-cü minillikdə olub. Ən çox buna şey edirdiniz, yer verirdiniz də burada. İndi Turukkilərdən söhbət edilir. Turukkilərin özləri güclənir, tayfa ittifaqı yaradırlar. Turukkilər sonraki dövrdə baxın. İndi Turukkilərin maraqlı məsələsi odur ki, Aşşur və Babillə bunların əlaqəsi olub, bunları izah edəcəm. Baxın, indi Turukkilərin gör nə qədər Manna ilə oxşar xüsusiyyəti çıxacaq bu dərsin içində. Turukkilər nəsə 2-ci minin əvvəlində gücləndilər, təsərrüfatları haqqında məlumat veribdir. Çox önəmli deyil. Əsas bu siyasi tarixə baxmaq lazımdır. Burada biz artıq danışırıq 2-ci minillikdən. Və 2-ci minillikdən danışanda mən görün nə deyirəm? Yeni bir dövlət adı çəkirəm Aşşur. Və Aşşurdan danışanda deyirəm ki, deyir Aşşur dövləti topluda belə bir dənə mətn formalı test də vardı. Deyir Aşşur dövlətinin Azərbaycana yürüşlərinin baş verdiyi dövrdə Azərbaycanda vahid güclü dövlət yox idi deyə müxtəlif tayfalar ayrı-ayrılıqda mübarizə aparırdılar. Və buradan o qənaətə gəlir ki, Aşşur tayfaların yürüşünə Lullubidə, Kutidə, Turukkidə məruz qalıb. Baxın. Amma mən onu deyəndə sizə Lullubi dövlət qurumu demirəm. Tayfa olaraq məruz qalıblar. Yəni sizə desək ki, məsələn, Lullubi dövlət qurumuna aiddir. Aşşurlarla mübarizə aparması səhvdir. Lullubilərə aiddir. Aşşurlarla mübarizə aparması bu düzdür. Başa düşürsən ağlı? Başa düşürsünüz? Manna ilə onu deyirəm də oxşarlığını deyirdim ki, Aşşurla mübarizə Turukkilərlə Mannaların oxşar xüsusiyyətidir. Eyni zamanda Babildə də, Babillə mübarizə də Mannada yox, Midiyanın oxşar xüsusiyyəti olabilir. Turukkilərlə Midiyanın oxşar xüsusiyyəti olabilir. Hətta indi bunu nəyə işarə eləmişdim, onu deyim. Turukkilər deyir, güclənirlər, Aşşurun Şuşara vilayətini ələ keçirirlər. Hətta deyir, onlar Şuşara vilayətini ərazi iddiası irəli sürürdülər ki, bu ərazi bizimkidir. O şeyin... Yox, o şeyin hökmdarı deyil. Bu nə deyil, Babil'in? Hamrapin deyirsən, hə, onu deyəcəm, o heç. Hə, bunlar Şuşaranı ələ keçir. Biz də deyir ki, Babil hökmdarı da 18-ci əsr eradan əvvəl Hamrapinin dövründə məskunlaşmışlar Babilin bəzi vilayətlərində. Və dostlar, belə, yəni bu dövrdə Aşşur dövləti ilə Turukkinin mübarizəsinin nəticəsində Aşşur dövləti müəyyən qədər zəifləyir. Zəifləyir və deyək ki, onlar müəyyən müddət Azərbaycana hücum edə bilmirlər. Amma yenə də Aşşurların bura hücumu labüd qılır ki, Azərbaycan arasında güclü bir dənə dövlət yaransın. Və artıq biz bu prosesin ardında keçirik nəyə? Manna dövlətinə. Hə, dostlar, ikinci hissədə danışırıq Manna dövlətinə. Manna dövləti Azərbaycanın cənubunda yaranmışdı. Manna dövlətinin yaranması eradan əvvəl 9-cu əsr götürülür. Manna dövlətinin paytaxtı İzvirtu şəhəri olmuşdu. İzvirtu şəhəri paytaxtı ən böyük vilayəti Zamua vilayəti olmuşdu. Zamuanı hətta deyir Lullubilər ölkəsi adlandırırlar. Çünki əvvəllər orada Lullubilər yaşamışdı. Lullubilər bayaq dərsində deyəndə dedim ki, mixiyazdan istifadə edirdilər. Bu da nəticə gəlir ki, Mannanın yerli əhalisi mixiyazını tanıyırdı. Amma Mannanın əsas istifadə nədir? Əsas əlifba istifadə elədiyi hieroqlif əlifbası idi və buradan bizim dənə oxşarlığımız çıxır, onu qeyd edirik. Oxşarlıq qeyd edirik burada. Hieroqlif yazıdan istifadə Manna, Misir, Çin xalqlarının oxşar xüsusiyyətidir. Bir dənə oxşarlıq qeyd edirik burada. Hieroqlif yazıdan istifadə Manna, Misir, Çin və Mayalıların oxşar xüsusiyyətidir. Mayalılar abituriyentlərə keçilmir, amma MİQ üçün lazım olur. Ona görə bir oxşarlıq formasında dedim. Yazdınız. İndi danışırıq Mannada. Baxın dostlar, dəyərli abituriyentlər, Mannanın meydana gəlməsi eradan əvvəl 11-ci əsrdir. Deyir, orada müxtəlif tayfalar birləşirlər, bayaq dediyim prosesin davamında gəlir bu. 11-ci əsrdə müxtəlif tayfalar tam meydana gəlməsi yox, ibtidai meydana gəlməsi deyək. 11-ci əsrdə müxtəlif tayfalar birləşirlər, artıq zəmin yaranır ki, bu Manna dövlətini yaratsınlar. Yəni Mannada söhbəti yoxdur ortaqda, bir dövlət yaratsınlar deyək. Və bu prosesin ardınca 9-cu əsrdə artıq inanırsınız, bəlkə də Manna dövlətinin bir neçə il sonra yeni mənbə yarananda yaranmasını elə 11-ci əsr verəcəklər bizə. Çünki bizim əlimizdə dövlət formasında təkmilləşmiş məlumat 9-cu əsrdədir deyə. Biz deyirik 9-cu əsrdə yaranıb. Yəni bizə demir axı, heç bir mənbəmiz demir ki, 9-cu əsrdə Manna dövləti meydana gəldi. Biz yenə Aşşur mənbələrindən götürürük bunu. Və orada adı çəkilir. Deyir 843 sonra 829. İndi o məlumatlar əsasında biz fikirləşirik ki, bunlar 9-da yaranıb. Yəni bir dövrdə 11-ci əsr versə təəccüblənmərik. Amma yenə bir ehtimal deyim ki, Manna dövləti meydana gəlməsi eradan əvvəl 9-cu əsrdədir. Baxın, Manna dövlətinin əsas tələ sualları nələrdir? Birincisi, Manna dövlətini yaradan bizə məlum deyil. Yaratmaq kimə məxsusdur? Allaha məxsusdur. Manna dövlətini yaradan bizə məlum deyil. Manna dövlətinin bizə məlum ilk hökmdarı kimdir? Udaqi.
Baxın, bu ifadəni mən özüm dəfələrlə abituriyentlərimdən soruşuram. Udaq haqqında Erdoğan 829-cu ildə məlumat vermiş ki, bəs mən 3-cü salmanıza demişdim, mən getdim ora, Udaq var idi, oturmuşdu orada, mən Udaq ilə görüşdüm, nağadım, nəsə. Yəni deyir ki, belə Udaq adı bir dənə cavan oğlan olub, növ cavan. Amma bizə ilk hökmdar kimi verilmir bu. Bizə məlum, onu da deyəcəm. Bizə məlum ilk hökmdardır. Amma bizə deyəcək, qüdrətli hökmdar kimdir? Bəzi şeylər var, İranzuya qədər, onlardan danışmalıyam. Birinci növbədə deyir ki, bayaqki prosesin davamından danışanda deyirik ki, 9-cu əsrdə Manna, Aşur və Urartu dövlətlərinin intensiv yürüşünə məruz qalır. Baxın, yəni bizə deyər ki, Erdoğan 8-ci əsr Manna tarixinə aid məlumatı seç. Aşur və Urartunun yürüşlərinin başlanması səhvdir. Çünki biz eşitdik ki, 9-cu əsrdə bunların yürüşünə məruz qalır. Sonra bizə bir dənə belə məlumat test verə bilər. Eradan əvvəl 8-ci əsrin birinci yarısı Manna dövlətinə aid hadisəni seç. Yenə burada düzgün cavab olacaq Urartunun yürüşünə məruz qalması. Sizi çaşdırmaq üçün İranzu ilə bağlı nəsə verə bilər orada. Amma İranzu fikir ver, birinci yarısına düşmür. Olmaz. Çünki o da İranzuya aid də. O da olmaz. Heç nə. İranzuya aid heç bir şey ola bilməz. Bir dənə orada doğru cavab bu ola bilər ki, Urartunun intensiv yürüşlərinə məruz qalır. Birinci yarısına aid, bayaq da dediyim bəli. Sonra indi gəlir çıxırıq İranzunun dövrünə. Hansı ki 8-ci əsrin ikinci yarısı 740-719 Mannanın ən qüdrətli hökmdarı hesab olunur. Onun iki dənə məqsədi var: daxili siyasət, xarici siyasət. Daxili siyasətdə vilayətləri birləşdirib mərkəzləşmiş dövlət yaratmaq yaradır. Oxşarlığını deyirik. Bəli, yazırıq əlbəttə ki. Oxşarlıq qeyd edirik, oxşarlıq. Mərkəzləşmiş dövlətlər başlıqlı oxşarlıq qeyd edirik. Oraya yazırıq Manna, Albaniya, Hülakülər, Səfəvilər, bir də Böyük Moğol dövləti. Dəstəyimiz yenə də həmişə kimi Banaqua şirkətinin dəstəyi ilə davam edir. Biz artıq bir ildən çoxdur ki, Banaqua şirkətinə əməkdaşlıq edirik. Bakıda çəkdiyim izahlarda da Banaqua şirkətini tez-tez reklam edirdim. Əgər siz maye qaz vasitəsilə doldurulmuş sular alıb içmək istəyirsiniz və mədə bağırsaq sisteminizi məhv etmək istəyirsinizsə, sizin birinci sisteminiz Banaqua ola bilər. Banaqua, mədənizi dağıdın. Reklam başlığı da budur. Banaqua amma təzminat açmasa yaxşıdır. Banaqua. Deyir, Banaquada əvvəllər burada bir dənə kişi şəkli var idi. O deyirlər ki, Allahın şəklidir. Onu da yığışdırdılar. Dedi ki, Allah təsdiqləmədi. Onu dedi ki, mənim şəklim dedi. Yığışdırın onu. O da təzminat davası açıb da. Nəysə, dini söhbətlər eləmir, kafirlər. Allah bəlanızı verəcək, ilin haqqında imtahan verəsiniz. İranzudan söhbət edirik. Dedi ki, bu İranzu ağıllı adam idi və o xarici siyasət məqsədindən söhbət edirəm. O deyir, xarici basqınlardan öz yaxasını qurtarmaq üçün baxır ki, iki dənə düşmən dövlət var. Onlardan biri lap güclüdür, bu Aşur dövlətidir. O birisi də zəhlə tökən Urartu. Deyir ki, qoy mən Aşurla əməkdaşlıq edeyim. Bəlkə Urartun belin qırsa bu qıracaq. Mənim üçün gücüm çatmır. Eradan əvvəl hətta 735-ci ildə bu Aşur hökmdarı gedir, yürüş edir Urartu üzərinə. Hətta deyir orada İranzunda xüsusi iştirak olub, bilmirəm də xəbərçilik edib, neyini xüsusi iştirakı nəyəndə, nəzərdə amma deyir ki, nəsə orada Urartu hökmdarını məğlub ediblər Aşurlar. İndi bu İranzunun dövründə dostlar, müxtəlif hökmdar vilayətlər yenə bu İranzuya qarşı üsyanlar qaldırmışdı. Erdoğan 719-cu ildə Şuandahul, bir də Durduqqa şəhərlərində də baş hərflərini yazdım. Şuandahul və Durduqqa şəhərlərində İranzuya qarşı üsyan baş vermişdi və bu üsyana köməyə kim gəlmişdi? Aşur hökmdarı 2-ci Sargon gəlmişdi. İndi maraqlı məqam nədir? Baxın, eyni ildə baş vermiş hadisə kimi, yəni hadisə nəticə kimi bizə verə bilər. Deyər ki, hadisə Şuandahul və Durduqqada İranzuya qarşı üsyanın baş verməsi, nəticə İranzu hakimiyyətdən devrildi. Bu ifadə səhvdir. Bu hissədə qeyd edib ki, üsyan yatırılır. Həmin vilayətlər qatılır, əhalisini tutur sürüyə-sürüyə Aşur hökmdarı aparır öz torpaqlarına və bu vaxtda, yəni o olan nəticəsində demir ha. Bu vaxtda indi İranzu vəfat edir. Vəfat eləməyin də səbəbkarını yəqin ki, Tanrıdır. Nəysə, İranzu ölür, yerinə oğlu gəlir Aza. Azanın da hakimiyyət ili eradan əvvəl 718-16-cı illəri əhatə edibdir. Aza özü atası kimi Aşurla müttəfiq siyasət yürütmüşdü. Yəni buradan qəbula sual düşür. Keçən il izahda, keçən il o birisi ildə izahda dediyim bir forma gəlib qəbul olduğu kimi düşmüşdü. Yəni siz bunu eşitsəniz, olsa siz sual-cavabda bununla qarşılaşacaksınız, onun qaçışı yoxdur. Və qəbula da gəlib düşəndə artıq siz insan istəsəməz bir özündən fəxr edir ki, bunu yaxşı ki mən o vaxtı dedim, öyrəndim, indi qəbulda düşdü, yazdım. Aza ilə deməli İranzunun oxşar xüsusiyyəti Aşur meyilli siyasət yürütməkləri ola bilər. Amma o sonra yenə öldürülür, Uaştaş döyüşündə, nəsə 716-cı öldürülür. Onun öldürüldüyü dövrdə Urartu hökmdarı 1-ci Rusa 22 Manna qalasını gəlir işğal edir.
Və həmin dövrdə köhnə kitablarda belə yazırdı ki, 1-ci Rusiyaya müəyyən qədər bunun qardaşı Ulusunu kömək eləyib. İndi onu çıxardıblar ki, Ulusunu xain kimi göstərməsinlər. Və bu prosesin ardınca Ulusunu gəlir hakimiyyətə. Yox, deməyəcəyik. İndi nətər deyəcəyik onu deyirəm. Malalayacağıq da dostlar. Bu Ulusunu haqqında ən böyük problemimiz bu kişinin adı ilə bağlıdır. Bunun adı Ulusu deyil. Bunun adı Ulusunudur. Bu şəkilçi deyil. Şəkilçi olanda hökmdarın adını yapışdırırsınız. Makedoniya hökmdarının adı 2-ci Filipdir. Onun adına deyirsiniz 2-ci Filipin. İndi bunun da adına deyirsiniz Ulusu. Ay başına dönün. Bunun adı Ulusunudur. Ulusunu. Başa düşürsən, eşidirsən məni. De görüm Ulusunu. Ay sağ ol. Paulita dönməsin bu da. Vaxtında dilini denən öyrəşdir. Bu Ulusunu hakimiyyətə gələndə görür çarəsindən güyədə indi belə malalama mərasimi başladı. Görür ki, torpaqları işğal olunmuşdu. Hakimiyyətin ilkin dövründə çarəsizlikdən 1-ci Rusiyanın hakimiyyətini qəbul eləməyə və Urartu meyilli siyasət yürütməyə məcbur olur. Onun nəticəsində Aşur hökmdarı 2-ci Sargon əsəbləşir. 2-ci Sargon əsəbləşməyə dözə pis olurdu, deyir özü də o seyid olubdu. Nə oldu deyim ha? 716-cı ildə durur, 2-ci Sargon gəlir Mannanın üstünə və nəticədə 716-cı ildə Mannanın paytaxtı İzirtu şəhərini tutur, dağıdır. Burada da Ulusunu qorxudan qaçır dağa. Dağa qaçır qorxudan. Sonra 2-ci Sargon deyir ki, qorxma, gəl. Mən həmişə balaca vaxtı evə gec-gəlib eləyəndə, dədəm otururdu, çağırırdı məni. Mən də bilirdim ki, gedəndə vuracaq da məni. Otururdu, deyirdi, gəl, qorxma, gəl. Gedirdim. Bilirdim axı sonum ölümdür. Öldürmürdü, Allah razı olsun ondan. Amma bir arad məni çox ələ saldı. Mənim ona görə psixoloji problem var, onun hirsini sizdən çıxıram. Çağırırdı, düz deyirdi, dur burada, ayağının düz qabağında dururdum. Belə edirdim ha. Vurmurdu ha, elə edirdim. Mən də sarsıntı keçirdim də. O da artıq gəldi, mənim belə psixologiyama düşdü və mən də artıq o aqressiyanı sizdən çıxıram. Yəni dərs mənasında çıxıram uşaqlar. Ümumiyyətlə Təhsil Nazirliyinin qəbul etdiyi qərara əsasən abituriyentlərin müəllimlər tərəfindən vurulması 200 Azərbaycan manatı qarşılığında cərimələnir. Və əgər siz belə bir halla qarşılaşsanız, video vasitəsilə çəkin onu Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərin, 200 manat həmin müəllim cərimələnsin. Çünki heç kimin uşağını vurmaq olmaz. İnsanlar öz uşaqlarını təhsil almağa göndərir, vurulmağa yox. Və indi bu vurulmuşdan danışırıq. Ulusunu 716-cı ildə dağdan düşür gəlir axırda qorxudan və 2-ci Sargon deyir ki, yaşı. Mən səni bağışladım, ged otur taxtında, amma axırın səfərin olsun, belə bir də axşam bu vaxt evə gəlmə. Və ondan sonra bu gedir taxtına oturur və dostlar, indi buradan biz nə deyirik? Ulusunu, indi davamında daha geniş qeyd edəcəm, Ulusunu bundan sonraki dövründə, yəni eradan əvvəl 714-cü ildə Sirdaqqa şəhərində 2-ci Sargona ziyafət verir. Deyir, yaxşı, lüləkava çəkmişəm, oturaq axşamüstü yeyək. Oradan da Həsənlidən tapılmış çaxır da ilə bu Sirdaqqa ilə bağlanmış. Sirdaqqa da yeyib içirlər, sonra da qalıb orada stolun altında. 714-cü Sirdaqqa bunlar arasında müqavilə imzalanır. Müqavilənin bəndlərində deyir ki, Ulusunu deyir, mən sənə çaxır verəcəm, lüləkavaf verəcəm, lazım olsa pul da verəcəm, cibinə bir 5 litə basacam, yola salacam. Sən mənə kömək eləyəsən, bu Urartunun yürüşünə məni xilas edəyəsən. 2-ci Sargon da deyərsən, tüfeyli həyat tərcih sürülmüş, belə şeylərə razılaşıb və elə orada çaxırın təsirinin nəticəsində birbaşa yürüş edib Urartunun üzərinə. Və bu yürüşün nəticəsində Urartu hökmdarı nətər öldürüb, məğlub edibsə, 1-ci Rusiya sonra özünü öldürüb. İndi bilmirəm onların arasında nətər şey baş verir ki, bu Ulusun 1-ci Rusiyaya nətər psixoloji zərbə eləyibsə, gedəndən sonra 1-ci Rusiya özünü öldürüb. O elə belə şey deyil da. Keçən izahda demişdim ki, 1-ci Rusiya özünü şeylə öldürüb, tapanca ilə. Sizdən yaxşı olmasın, bir dənə Homo sapiens vardı. Bir yarım saat belə durdu, fikirləşdi, dedi, mənim bu dövrdə tapanca olub. Belə baxdım, dedim ki, bu uşaq gələcəyin məmurudur, nazirdir bu uşaq. O uşaq ordunun fərqinə varsa, ölkəmizə ağ gün o çıxardacaq, yoxsa siz yox. O uşaqda işıq var idi. Bilmirəm, amma kim idi, yadından çıxıb. Nəysə, sonra dostlar, bir də köhnə kitabda maraqlı bir məqam vardı, mən bunu oxşarlıq kimi deyirdim. Deyir, bu proseslərin ardında yenə də xalq Ulusunuya qarşı üsyan edirdi və mən onu oxşarlıq olaraq deyirdim, ehtiyatdan yenə deyirəm, çünki testdə qabağınıza çıxa bilər, bəli. Ulusunudur, İranzudur, İranzunun özündə də var, şu anda durduqqa. Məsələn, mənim də R deməyəndə problem var, desən adallı deyirəm. Bir də ki, növbəti hökmdardan danışacağıq, Ahşeri, onun özündə də bu hadisə var idi, indi onu da deyəcəm, ətraflı. Yox, yanması yox, onu yandıran üsyan olur sonra. İzirtun yanmasını Aşur manipülə edib axı. O başqa şeydir, onu da deyəcəm. Bu prosto üsyanlar deyirəm. Ahşeri, Ulusunu, İranzu.
Yaza bilərsiniz, bəli, istəyirsinizsə yaza bilərsiniz. Üsyan baş verməsi, İranzu ulusunu və Ahşerin oxşar xüsusiyyəti. Üsyan baş verməsi. Ulus, hə? Neydi? Nə deyirsən? Üsyan baş verməsi neydi? İranzu ulusunu və Ahşerin oxşar xüsusiyyəti. Hə. Dostlar, burada maraqlı bir məqam var. Uşaqların çox yol verdiyi səhvdir, ona görə bunu vurğulayıb deyirəm. Deyir ki, bu 714 bəyət dediyim prosesin nəticəsində o hansı ki deyirik, birinci Rusu özünü öldürdü. Orada maraqlı bir cümlə var. Deyir ki, bundan sonra Urartu Mannanın daxilişinə qarışa bilmədi. Yəni bu ifadə bizə nəyə görə lazımdır? Ahşerin dövrünə daha çox lazım gələcək. Bu bizə indi birazdan izah edəcəm. İndi keçirəm Ahşerin dövrünə. Baxın, Ahşerinin hakimiyyət ili bizə verilib eradan əvvəl 675-650. Baxın, bizi daha çox çaşdırır. Ahşer ümumiyyətlə Manna hökmdarları içərisində müstəqil siyasət yürüdən hökmdarıdır. Əli bəy, qulaq boşun. Müstəqil siyasət yürüdən hökmdarıdır. Bu hökmdar belə sual verir. Nəyə görə Ahşer müstəqil siyasət yürüdür? Siz çaşdırmaq üçün deyir ki, Urartunun belə deyək, dəstəyi ilə eləyir, amma səhvdir. Bu İskitlərin dəstəyi ilə. Bu İskitlərin dəstəyi ilə müstəqil siyasət yürüdür. Yəni Urartu söhbəti yoxdur 7-ci əsrdə. Yoxdur. Demirəm, dövlət süqut edib. Elə bir söz demirəm. Sadəcə yoxdur onların adı ki, bu belə elədi, o elədi. İfadəni işlətmirik. Neysə bu Ahşeri eradan və 7-ci əsrdə hansı ki növbət dərsdə ondan danışacağıq. İskitlər gəlir məskunlaşırlar. Ahşeri bu İşbaka ilə dostluq edir. Hətta müstəqil siyasət yürüdür 1. Aşura qarşı üsyanlara kömək eləyir. Məsələn, Madaların, yəni Midyalıların üsyanına kömək göndərir 2. Və yeni kitabda bu ilmiqə düşmüş məsələ ki, Aşur üzərinə, bu köhnə kitabda var idi. Bunu keçən deyirdim. Aşur üzərinə yürüşlər təşkil. Bu ifadəni demişəm. Amma bunu biraz da elə bir ki, dəqiqləşdirib deyirlər ki, Sərəganlı qalaları ələ keçirib. Ahşeri. Və bu Ahşeri ilə yaxud Mannalarla Turukkilərin oxşar xüsusiyyəti ola bilər. Amma dostlar, Aşur hökmdarı deməli, Aşurbanipal sonraki dövrdə İskitlərin bitərəfliyinə nail olaraq onları yəni cibinə 5 manat 10 manat basır. Ondan sonra Ahşerin üzərinə gəlir nə vaxt? Eradan əvvəl 650. Baxın, əsas diqqət ediləsi məqamdan biri də budur. 650-ci ildə Aşurbanipalın yürüşünün nəticəsində İzirtur şəhəri dağıdılır və bu hadisə Aşurbanipalla, yəni 650 ilə 716-nın oxşar xüsusiyyətidir ki, Aşurlar Mannanın paytaxtını dağıtmışlar. Amma burada bir dənə fərqli məqam vardı. Fərqli məqam nə idi? Bəli, 716-da dağıdan 2-ci Sarqonidə, 650-də dağıdan Aşurbanipal olmuşdu. Yəni bu ifadəyə fikir veririk. Amma dağıdılması ikisinin oxşardır. Və ən əsas çiğnənmiş sualdır, Eyüp yox, o yenə deyim. Bu üsyanın nəticəsində, bundan sonra daha doğrusu üsyan baş verir və üsyanın nəticəsində Ahşeri hakimiyyətdən devrilir. Sizi çaşdırmaq üçün deyir ki, Aşurbanipalın yürüşünün nəticəsində Ahşeri hakimiyyətdən devrilmişdir. Bu səhvdir. Üsyanın nəticəsində devrilmişdir, bəli. Baxın, bu Uvalli eradan əvvəl 650-də, yəni bu prosesin nəticəsində hakimiyyətə gəlir və 630-a qədər hakimiyyətdə olur. Bu bizim bir sualımızdır. Mannanın deməli sonuncu hökmdarı kim olmuşdu Fatimə? Aysol. Səhvdir. Çünki əziz abituriyentim, Manna dövləti, qoy bunu bura qeyd edelim, eradan əvvəl 9-cu əsrdən 590-a qədər davam edib. Süqut tarixi 590. Mən də Uvalinin hakimiyyətini neçə qeyd elədim? 630. İndi Uvalli sonuncu hökmdar ola bilərmi? Amma bizə məlum sonuncu hökmdar ola bilər. Başa düşdünüz nə demək istəyirəm? Aysol, eyni şeydir. Bayaq indi filan dedi, dedim onu qoy vaxtı gəlsin deyəcəm. Diqqətli oluruq. Mannanın sonuncu hökmdarı bizə məlum deyil. Bizə məlum sonuncu hökmdarı isə Uvallidir. Uvalli nə edir? Aşurlar ittifaqı bərpa edir. Bərpa etməsi ulusu ilə oxşar. Bu qəbul sualıdır. Manna hökmdarı ulusunu və Uvallinin oxşar xüsusiyyətidir. Aşurlar ittifaqı bərpa etməsi. Onu bir ara dedilər. Ondan sonra çıxartdılar. Sonra demədilər. Nəyə görə demədilər? Urartu söhbətinə görə. Çünki deyir bu Urartu meylisi. Yox, bilsən fərq nədir? Birinci Rusa ulusun hakimiyyətə təzyiq göstərirdi. Hansı ki 22 dənə Manna qalasını tutmuşdu da. Amma Ahşeridə İskitlər təzyiq göstərmirdilər. Müttəfiq idilər onlar. Yəni bu ifadələrə görə. Bir də bayaq demək yadından çıxıb bir şey yadına düşdü. Ulusunun dövründə Sirdaqqa müqaviləsindən sonra deyir Ulusunun hətta bəzi əraziləri öz ərazisinə daxil etmişlər, ərazisini genişləndirmişlər yəni. Bu da Ulusun ilə İranzunun oxşar xüsusiyyətidir. Yəni sizə düşə bilər, bəli, ərazilərin genişləndirilməsi bu ikisinin oxşar xüsusiyyəti ola bilər. Nəysə dostlar, bunun dövründə bərpa olundu dedim, bu da ondan oxşar xüsusiyyətidir.
Əlaqələrin pozulması aşırla, aşırla ulusunun oxşar xüsusiyyətidir. Əlaqələrin olması uaylı ulusunu, İrazu, Azanın oxşar xüsusiyyətidir. Belə, yəni bu da heç nə sonra taxtdan salınır. Bax bu proses bu deyirəm, taxtdan salınır. Ondan sonra bizə məlum olmayan hansısa bir Manna hökmdarının dövründə həmin Manna hökmdarı xarici siyasətdə bir səhvə yol verir, hansı ki, süqut etməkdə olan Aşur dövlətinə əlaqələri davam elətdirir deyə bu qüdrətli Midiya dövlətinin əsəblərinə toxunur. Və bu prosesin nəticəsində Edan və 590-da Midiyanın yürüşünün nəticəsində Manna dövləti süquta uğrayır. Başa düşdünüz? İndi keçirik Mannanın digər məsələlərinə. Quruluşsa, quruluşu, ictimai quruluşu, siyasi quruluşu. İctimai quruluşu quldarlıqdır ictimai. Quldar dövlətdir Manna. Siyasi cəhətdən monarxiya. Monarxiyanın olması İran Cumhuriyeti hakimiyyəti dövründən atadan oğula keçməyə başlayır. Bir də bu ikisi qardaşlar. Yox, bu ikisi qardaşlar. Qalanları atadan oğula keçir. İran Cumhuriyeti dövründən canişinli sistem yaranır 8-ci əsrin ikinci yarısından. İran Cumhuriyeti dövründən mərkəzləşmiş dövlət yaranır, onun oxşarlığını qeyd elətdirdim. Ay sağ ol, saqqal. Ağsaqqal da, Ağsaqqallar Şurası da fəaliyyət göstərdi bunun dövründə, İran Cumhuriyeti dövründə. Amma Ağsaqqallar Şurasının qanun qəbul etmə səlahiyyəti yox idi. O yalnız səs vermə, məşvərətçi orqan kimi iştirak edir. Yəni hökmdar otururdu, gəlir danışdı, bunu belə, bunu belə, bunu eləyirsə ki, hökmdar yenə öz bildiyini eləyirdi. Bəli. Başqa görün, bir dənə alımda var, Həsəni Ziviyyət məsələlərinə yer verəcəm. Mannanın coğrafiyası haqqında gəlin biraz söhbət eləyək. Təsərrüfat haqqında məsəl üçün orada deməli bizə lazım olan Subi vilayətinin adı verib atırıqlarla bağlı. Bir də təzə 2 dənə şəhər verib. Birinin adı Tarkamisdir, bu Təbriz şəhəridir. O birisinin adı nə idi onun adı? Nə idi? Nə? Uşkaya. Uşkaya və Tarkamiz şəhərlərinin adı verib. Burada atırıqlarla bağlı verib. Tarkamiz deyir Təbriz şəhərinin qədim ərazisində yerləşir. Tarmakiz şəhərinin adı verilib. Nəysə, burada bizə əsas Həsənli Ziviyyə tapıntısı lazımdır. Hər ikisində qızılcam aşılanmışdı, oradakı formada verilib. Həsənlidə toxuculuq, parça aşılanmış toxuculuğu sübut eləyir. Həsənlidə küp aşılanmış şərabçılığı üzümçülüyü sübut eləyir. Qızılcamın özü metallurgiyanı sübut eləyir. Ondan sonra üzərində müxtəlif Həsənli Ziviyyədə müxtəlif rəsmlər vardı. Allahların rəsmi var idi, sultanlığı sübut eləyir. Heroqlif yazı var idi, bu heroqlif yazıdan istifadəni. Dirilik ağacı var, onu deyirdin sən. Dirilik ağacı, bu da Hunlarla oxşar xüsusiyyətdir, Hunlarla bir yerdə düşəcəksə. Çıxardıblar da onun üçün ki. Hunlarla Mannalıların oxşar xüsusiyyəti ki, dirilik ağacı. Topluda deyəsən belə bir sual var. Sfinks Misirlə zadla bağlı nəsə bir sual var. Nəsə görmüşəm elə. Hə, Hunlarda var idi o dirilik ağacı məsələsi, ölüb dirmə təbiətin elməsinə. Demişdim hə. Demişdim hə. Böyük, yox, böyük Hun. Bizdə dirilik ağacı ümumiyyətlə qədim türk ənənəsidir. Yəni o belə deyim də, indiki şamanizm dinində də var o bu dirilik ağacı məsələsi. Başqa görüm nə yadımdan çıxdı? Əjdarha? Sfinks var, bundaydı elə. Bayaq dedim, elə dedim də, yalandan dedim. Və Sfinks elə o dedim, testdə o Misirlə bunun oxşar xüsusiyyətdə Sfinksin verilməsi. Başqa nə qaldı Mannadan? Təsərrüfatı deyəndə ki, əkinçilikdir, maldarlıqdır. Sərhədləri məsələsi var orada. Bir deyir ki, deməli şimal qərbində Urartu, cənub qərbində Assur, şərqində Midiya. Xəzərin adını təzədən çıxardıblar desən. Xəzər köhnə kitabda var idi. İndi çıxardıblar. Hə. Sonra bir də vardı desən. Cənubda da haraydı cənubda? Nəsə olmalı desən cənubda. Bizə bu sərhədlərdə yerləşirdi. Bu nəyə görə lazımdır? Bizə mətn verər, deyər ki, məsələn, bu sərhədləri verər. Deyər ki, haqqında danışılan dövlət haqqında doğru məlumat seç. Yəni elə bir sual verə bilər. Sərhədləri ona görə öyrənməliyik biz. Onda başqa şey gəlmir dostlar. İndi nə qalıbsa Allah keçsin günahımdan. Siz onsuz da işinizin peşəkarısıdır. Nəsə qalıbsa aşağıda qeyd edin ki, falan şey demədiniz. Belə dostlar, videomu bura qədər izləmişsinizsə, zəhmət çəkirsiniz, bəyənirsiniz, paylaşırsınız, paylaşmırsınız öz işinizdir, rəy yazırsınız, səhv tutursunuz, tərifləyirsiniz öz işinizdir. Məqsədimiz onsuz da sizin əlinizin ətə çatmağıdır. Əliniz ətə çatmayanda deyəsiniz ki, ət iylənib. Əliniz ətə çatsa da tələb olandan sonra deyəsiniz ki, müəllim Allah razı olsun filan bəşməkan. Bəlkə də mən elə vasitələrlə günahlarım silinməsi üçün sizdən istifadə edirəm. Amma nə qədər fürsət var, o fürsətdən yararlanmağa çalışın. Bir daha son olaraq qeyd etmək istəyirəm ki, sentyabrın 1-dən etibarən 9-10 siniflərimiz üçün həm onlayn,
həm əyani dərslərimiz başlayır, əyani dərslərimiz Xankəndi şəhərində baş tutacaq. Əgər bu 9-10 sinifdə hazırlıqlara yazılmaq istəyirsinizsə, aşağıda qeyd olunmuş nömrələrlə 100% əlaqə saxlayırsınız və vaxtında əlaqə saxlayırsınız. Əsas da valideynlərə səslənən bu videodan ki, hörmətli valideynlər, əgər övladınız 9-10 sinifdə oxuyursa və maddi imkanınız yerindəsə, əgər maddi imkanınız yerində deyilsə də yaza bilərsiniz, problem deyil. Övladınızı 9-10 sinifdən hazırlığa qoymaq mütləqdir. Çünki 11-ci sinifdə gələndə adamın gəlib qarşısına belə taxta şalban kimi otururlar. Sual verirsən, cavab verə bilmirlər. Niyə 9-10 sinifdə onun ətəyində namaz qılırdım ki, nə olar dərs oxu, o mən eləyirdi. İndi gəlib 10-cu sinifə çatıb, indi mən ona eləyəcəm 1-2 aya. Yəni əgər övladınızın 11-ci sinifdə problem yaşamasını istəmirsinizsə, 9-10-da hazırlığa qoyun ki, uşaqda baza formalaşsın. Onda 11-ci sinifdə həmin bazanın üstünü bərpa edib gözəl nəticə verə biləcək. Dediyim kimi, sentyabrın 1-dən dərslərimiz başlayır. Qeydiyyat isə bu gündən etibarəndir. Bu videonu xüsusilə kəsib paylaşacağam. Əgər hazırlıqlara qoşulmaq istəyirsinizsə, qeyd edib nömrə ilə əlaqə saxlaya bilərsiniz və övladlarınızı mən narahat olmayın, sağ-salamat sizə təhvil verəcəm. Sağ olun dostlar, növbəti izahlarda görüşmək ümidi ilə.